Hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz yendolmuş körpələrin qidalanması ilə bağlıdır ki, bu nə deməkdir? Təbii ki, bütün yendolmuş körpələrin qəbul etdiyi əsas qida və ən dəyərli qida ana südüdür. Hansı analarda ki, müxtəlif faktorlardan ana südü yoxdur. Bu fonda biz süni qidaya, yəni simesə keçə bilərik ki, bəzən valideynlər sual verirlər ki, inək südü əsasında olan simesləri verək, yoxsa keçi südü əsasında olan simesləri verək. Bu ikisi eynidir. Qiymət fərqi ticari olaraq düşünülür. O baxımdan da bizə müraciət edən valideynlərə biz hər zaman söyləyirik ki, büdcənizə uyğun simes hansıdırsa onu verəcəksiniz. Amma yenə söyləyirik ki, bizim üçün əsas qida ana südüdür. Ana südü dəyərli qidadır və əvəz olunmaz qidadır. Və bir də var ki, müalicəvi qidalar, bunlar özəl qidalardır. Hansı uşaqlar ki, qəbriz uşaqlardır, qusmağa meyilli uşaqlardır və yaxud da allergik uşaqlardır. O zaman bu uşaqlara biz özəl olan, tərkiba uyğun, şikayətə uyğun simesləri, süni qidaları təklif edə bilirik. Bunu həkim təyinatı ilə olmalıdır. Valideynlər özləri qərar verməməlidirlər.